Hər vaxtınız xeyir olsun. Tarix Asanizatlar layihəsi ilə qarşınızdayıq. Mən Aytən Əhmədzadə. Bugünkü mövzumuz Qaraqoyunlu dövlətidir. Əvvəlcə Qaraqoyunlu Tayfa İttifaqından danışaq. Qaraqoyunlu Tayfa Birliyi Oğuzların Türkmən boyundandır və ümumiyyətlə Azərbaycanda 7-ci əsrdən onlar məskunlaşmağa başlayıblar. Oğuzların Türkmən boyları. Qaraqoyunlu Tayfa Birliyinə daxil olan Ağacərilər isə 5-ci əsrdən etibarən Azərbaycanda məskunlaşıblar. Monqol yürüşləri ərəfəsində onlar Xalxal bölgəsini idarə ediblər. Sədlilərdən danışaq. Sədlilər isə Naxçıvan və Sürməli ərazisində məskunlaşmışlar. Ümumən Qaraqoyunlu Tayfa Birliyinin, həmçinin dövlətinin yaranmasında Baharlı tayfasının aparıcı rolu olmuşdur. Qaraqoyunlu bəyliyi 14-cü əsrin 70-ci illərində Van gölü ətrafında Bayram Xoca tərəfindən yaradılmışdır. Həmin Bayram Xocanın hakimiyyəti qısa müddətdə Ərzincana, Sivasa və Şərqi Anadoluya qədər yayılmışdır. Qara Məhəmməddən danışaq. 1380-1389-cu illərdə bəyliyi idarə edib, mərkəzi Van olmaqla feodal hakimlik yaradıb. Həmçinin öz feodal hakimliyini daha da qüdrətləndirmək məqsədi ilə Cəlali Sultan Əhmədlə qohumluq münasibəti yaradıb. Lakin buna baxmayaraq bilirsiniz ki, hakimiyyətdə olduğu dövrə fikir versək 1380-89 bu müddətdə Azərbaycan Əmir Teymurun yürüşlərinə məruz qalmışdı və təbii ki, Əmir Teymura qarşı ciddi müqavimət və ciddi uğurlar əldə edə bilməmişdi Qara Məhəmməd. Danışaq Qara Yusifin bəylikdə hakimiyyətdə olduğu dövrdən 1389-1410-cu illər Qara Yusifin bəylikdə hakimiyyət illəridir. O, Teymurilər, Ağqoyunlar və Cəlalilərlə rəqabət halındaydı. Teymurilərə qarşı təbii ki, tək başına mübarizə aparmağın mümkün olmadığını bilirdi. Qara Yusif buna görə də əvvəlcə Sultan Əhmədlə mübarizə ittifaq edir. Daha sonra isə Ağqoyunlu Qarayolluq Osman bəy ilə müttəfiqlik təklifində ona müttəfiqlik təklif edir, lakin Qarayolluq Osman bəy onun təklifinə rədd cavabı verir. Teymurilərlə 1394-cü ildə Bağdad döyüşü baş verir. Bu döyüşdə Qara Yusif və Sultan Əhmədin birləşmiş qoşunları Əmir Teymura məğlub olub, əvvəlcə Osmanlı dövlətinə sığınır. İldırım Bəyazid Əmir Teymurun təslim olmaq haqqında tələbini rədd edir, onları Əmir Teymura təslim etmir. Lakin Qara Yusif və Sultan Əhməd Misirə qaçdıqdan sonra Misir hakimi onları zindanda saxlayır. 1405-ci il Əmir Teymurun ölümündən sonra isə Qara Yusif və Sultan Əhməd öz haqları olan Təbriz taxtına yiyələnirlər. Həmin dövrdə isə Azərbaycanda bilirsiniz ki, qısa müddətli də olsa Şirvanşahların hakimiyyət illəridir. 1406-cı ildə qısa müddətli də olsa Təbrizdə hakimiyyəti ələ almışdı Şirvanşahlar. Lakin Qara Yusif və Cəlali Sultan Əhmədin gəliş xəbərini eşitdikdən sonra İbrahim Təbrizi tərk etməyə məcbur olur. Gələk Qara Yusifin və Sultan Əhmədin Teymurlarla mübarizəsinə. Teymurun Azərbaycanda ələ keçirdiyi torpaqlara Əbu Bəkr rəhbərlik edirdi artıq 1406-cı ildən. 1406-cı ildə Araz çayı döyüşü baş verir. Bu Araz çayı döyüşü, həmçinin birazdan danışacağımız Əsəd döyüşü dərsdə yeni salınmış döyüşlərdir. Ona görə bunlara diqqət yetirməlisiniz. Yeni salınmış deməyim də adı dəyişdirilmiş döyüşlərdir. 1406-cı il Araz çayı döyüşündə Qara Yusif və Sultan Əhmədin birləşmiş qüvvələri Teymuri Əbu Bəkr üzərində qələbə qazanır. Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoyulması ilə nəticələnən döyüş isə 1408-ci ildə Təbriz yaxınlığında Sərdurud düzündə baş vermişdir. Bu vaxt Teymuri Miranşah məğlub edildi və bu döyüşün nəticəsi olaraq hakimiyyət Qaraqoyunların əlinə keçdi. Təbii ki, hakimiyyətin Qaraqoyunların əlinə keçməsi Cəlalilərin sərt münasibəti ilə, sərt reaksiyası ilə qarşılaşır. Və belə olan halda Qara Yusifə qarşı mübarizə aparmağa başlayır Cəlali Sultan Əhməd. Ondan Həmədan yaylaqlarını tələb edir. Və bu tələbə Qara Yusif rədd cavabı verir. Bundan başqa Qara Yusifin xalq arasında, əhali arasında nüfuzunun artması Sultan Əhmədi narahat edirdi. Bu sadaladığımız hadisələr səbəb oldu ki, 1410-cu ildə Əsəd döyüşü baş verdi. Və bu döyüşün nəticəsində Qara Yusif Sultan Əhməd üzərində parlaq qələbə qazandı və bu döyüşün nəticəsi olaraq bütün Azərbaycan torpaqları, Ərəb İraqı Qara Yusifin hakimiyyətini qəbul etdi və beləcə paytaxtı Təbriz olan Azərbaycan Qaraqoyunlu dövlətinin yaranması prosesi başa çatdı. 1410-1468-ci illəri əhatə edən Qaraqoyunlu dövlətimiz yarandı. Burada nəyə fikir veririk? Qara Yusif dövlətin ilk hökmdarı olduğu halda özünü sultan etmir. Oğlu Pirbudağı sultan edir. Bunun səbəbi isə Qara Yusifin sultan soyundan gəlməməsi idi. Burada nəyə fikir verəcəksiniz? Əsəd döyüşündə
Qara Yusif iştirak edib qələbə qazanıb, Qaraqoyunlular burada qələbə qazanıb. Lakin Qaraqoyunlu dövləti burada iştirak etməyib. Çünki döyüşün nəticəsi olaraq Qaraqoyunlular yaranıb. Yaxşımı? Bax, bu incə detala mütləq şəkildə fikir vermək lazımdır. İndi keçək Şirvanşah 1-ci İbrahim ilə Qara Yusifin toqquşmasına. Baxın, Şirvanşah 1-ci İbrahim təbii ki, regionda müəyyən bir gücə malik idi. Hansı ki, 1406-cı ildə hətta Təbrizi ələ keçirmişdi. Əsəd döyüşündə Sultan Əhmədi müdafiə edib, oğlu Kəlmərsi ona köməyə göndərmişdi. Bundan başqa, Qara Yusif ona barışıq təklif etsə də, bu ona rədd cavabı vermişdi. 1407-ci ildə bu slaytla qeyd etməməyimə baxmayaraq şifahi qeyd edim bunu. 1407-ci ildə Şirvanşah 1-ci İbrahim Şərqi Gürcüstanı belə deyim, tabi etmişdi Şirvanşahlara. Məhz bu səbəblərdən dolayı onun regionda qüvvətlənməsindən narahat olan Qara Yusif Şirvanşahlara qarşı mübarizəyə başlayır. 1412-ci ildə Kür çay sahilində baş verən döyüşdə İbrahimi və onun müttəfiqlərini məğlubiyyətə uğradır. Hətta burada İbrahim və müttəfiqləri əsir götürülür. Lakin 1-ci İbrahim Təbriz əhalisinin səyi nəticəsində, onların xahişi nəticəsində azad edilir. Hansı ki, Təbrizlilərin köməyinə çatmışdı İbrahim 1406-cı ildə. Ona görə Təbrizlilər İbrahimə sanki bir vəfa borcunu ödəmiş olurlar. Nəzərinizə nəyi çatdırım? 15-ci əsrin 1-ci rübündə 2 dəfə Kür sahili döyüş olub. Biri 1405, digəri isə burada qeyd etdiyimiz 1412-ci il. Hər iki döyüşdə də Şirvanşahların qüvvəsi iştirak edib. Lakin 1405-dən fərqli olaraq 1412-də Şirvanşahlar məğlub olub. İndi danışaq Qara İskəndərin hakimiyyətlərindən. Qara İskəndər 1420-1435-ci illərdə hakimiyyətdə olub. Qara Yusif Teymurilərə hücum ərəfəsi 1420-ci ildə yolda ikən xəstələnib vəfat edir və o Teymurilərlə mübarizə apara bilmir. Həmin döyüşə Alaşkert döyüşündən söhbət gedir. Oğlu Qara İskəndər rəhbərlik edir. Və bu döyüşdə Teymuri Şahruxun qüvvələri qələbə qazanır. 1435-ci ildə isə Qara İskəndər Təbriz yaxınlığındakı döyüşdə Şahruxa məğlub olur. Və bu vaxt Azərbaycanın idarəsi Cahanşaha tapşırılır. Həmin dövrdən ta ki 1447, yəni Şahruxun ölümünə qədər Cahanşah dövləti Teymurilərdən asılı vəziyyətdə idarə edir. Ümumən hakimiyyət illəri 1435-1467-ci illərə əhatə edir. Lakin müstəqil formada idarə etməsi 1447-dən 67-yə qədərdir. Cahanşah oturaq əhaliyə, iri tacirlərə arxalanaraq belə deyək, islahatlar həyata keçirib, hərbi islahat keçirib məsələn o. Nəyi qeyd edək? Bax, 1441-ci ildə slaytda qeyd etməmişəm bunu, çünki Qaraqoyunlu dövlətinin içində dərslikdə də bu qeyd edilmir. Sadəcə sosial-iqtisadi münasibətlər mövzusundadır, lakin buna bir aydınlıq gətirmək açığı istərəm. Burada qeyd edim, 1441-ci ildə erməni katolikosluğunun rəhbəri Qara Yusifə, daha doğrusu Qaraqoyunlu Cahanşaha müraciət edir və öz iqamətgahları, hansı ki onların iqamətgahı Kiçik Asiyada Kilikya şəhərində idi. Bu iqamətgahı İrəvan yaxınlığına 3 hissəyə köçürməyi xahiş edir və təbii ki, Cahanşah buna təəssüflər olsun ki, razılıq verir və bu Cahanşahın tarixi səhvidir. 1441-ci ildə ermənilərə icazə verməyi, hansı ki, bu ərazilərin gələcəkdə erməniləşməsinə, Qriqoryan anlaşmasına səbəb oldu. Daha sonra 1447 xronologiya ilə getsək, 1447-ci ildə Şahruxun ölümündən sonra dövləti müstəqil şəkildə idarə etməyə başladı. Yenə də xronologiya ilə getdiyimizə görə bunu da burada qeyd etməliyik. 1449-cu ildə Ərdəbil hakimi Şeyx Cüneydə Ərdəbili tərk etmək əmrini verir. Çünki onların gələcəkdə qüvvətlənməsindən qorxur. Lakin bu, belə deyək, tərs təpki verir türklər demiş. Hansı ki, gedir Mesopotamiyada, yaxın şərqdə özünə daha çox müridlər toplayır və 1460-cı ildə onlar arasında Samur döyüşü baş verir və bu Samur döyüşündə Cahanşah üstəgəl Şirvanşahların birləşmiş qüvvələri Ərdəbil hakimləri üzərində qələbə qazanır. Burada nəyə fikir verməliyik yoldaşlar? Bir nömrəli fikir verməli olduğumuz məsəl, burada qeyd edə bilərik Səfəvilər, burada qeyd edə bilərik Ərdəbil hakimləri, amma qızılbaş ifadəsi olmaz. Çünki qızılbaşlar Şeyx Heydərdən sonra, daha doğrusu Səfəvilər Şeyx Heydərdən sonra qızılbaş adlanıblar. Ona görə sizə səbəb nəticə kimi düşsə, Samur döyüşü, nəticə olaraq Qaraqoyunlular qızılbaşlar üzərində qələbə qazandı. Bu cavab səhvdir. Çünki həmin dövrdə qızılbaş ifadəsi işlənə bilməz. Bundan başqa Cahanşahın belə deyək, Herata yürüyüşü var. Teymurilərin paytaxtı Heratı ələ keçirdir. Orada
1458-ci ildə Herata yürüş edir və Herata yürüş etdikdən sonra orada uzun müddət qala bilmir. Səbəb isə oğlanları Həsənəli və Pirbudağın belə deyək, üsyan xəbəridir. Həsənəli və Pirbudaq üsyan edir və bundan sonra o dövlətinə, paytaxtına qayıtmağa məcbur olur. Amma Teymurilərdən xərac alır, təzminat alır və müqavilə imzalayır. Bundan başqa 1465-ci ildə mədəni tədbiri var. Məsələn, Təbrizdə Böyük məscidi inşa etdirir Cahanşah. Osmanlı ilə münasibətlərdən danışsaq, ümumiyyətlə Qaraqoyunlu dövləti hər zaman Osmanlı ilə dostluq münasibətində olub, əsla onların hərbi münaqişəsi olmayıb. Qaraqoyunlu Cahanşahın dövründə isə bu daha da artıb, hətta onun Fatih II. Mehmedlə yazışmaları da var. Bundan başqa 60-cı illərdə Baharlılar zəifləyir və artıq narazılıqlar artır. Bundan da təbii ki, Ağqoyunlular yararlanır. 1467-ci ildə məşhur Muş döyüşü baş verir. Muş döyüşünün nəticəsində Ağqoyunlu Uzun Həsən və yaxud da Həsən bəy qalib gəlir və burada Cahanşah məğlub olur, öldürülür. Baxın, Muş döyüşündəki məğlubiyyət Qaraqoyunluların tənəzzülünü sürətləndirir. Bəzən bu səbəb nəticə əlaqələrində yazılır ki, Qaraqoyunlu dövləti süqut etdi. Xeyr, süqut etmir. Sadəcə süqutu sürətlənir. Bundan sonra isə 1468-ci ildə Həsənəlini də taxtdan salan Uzun Həsən Təbrizi tutur və beləcə Qaraqoyunlu dövlətinin varlığına son qoyaraq paytaxtı Təbriz olan yeni Azərbaycan dövlətinin, yəni Ağqoyunlu dövlətinin əsasını qoyur. Son olaraq vurğulamaq istəyirəm ki, həm Qaraqoyunlu, həm Ağqoyunlu dövləti güclü dövlət olsalar da mərkəzləşmiş dövlət olmayıb. Onların mərkəzləşmiş dövlət olmasına ən böyük səbəb isə soyurqal sisteminin mövcud olması idi. Bu qədər Qaraqoyunlu dövləti haqqında videomuz bu qədərdir. İzlədiyiniz üçün, diqqətiniz üçün təşəkkür edirəm. Sonda təbii ki, videonu bəyəndinizsə, bəyənin, abunə olun və rəy yazmağı da unutmayın. Çünki belə olan halda növbəti videoları çəkməkdə daha da həvəsli olacağıq. Təşəkkür edirəm, tarix sevərlər.